Nə start veriləcək? Lalə Allahverdiyeva, Röyal Əsədov, Rauf Məmmədov, ASTV Xəbər. Bugün Ümumdünya Diabetlə Mübarizə günüdür. Dünyada 500 milyondan çox insan diabetlə yaşayır. Diabet xəstəlik deyil, həyat tərzidir, deyir həkimlər. Sağlam qidalanma, fiziki aktivlik və mütəmadi həkim müayinəsi diabet riskini kəskin azaldır. Bugün münasibətilə iş yerində diabetlə mübarizə aparmaq üçün məlumatlı olun və daha çox cəhd edin şüarı ilə tədbir keçirilir. Bu barədə daha ətraflı hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Vüsalə Məmmədzadə məlumat verəcək. Buyurun, efirdəsiz. Sabahınız xeyir. Bəli, sizin də vurğuladığınız kimi bugün 14 noyabr Ümumdünya Diabetlə Mübarizə günüdür və 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə bugün qeyd olunur. Məqsədi də məhz diabetlə bağlı məlumatlığın artırılması, həmçinin də diabetin qarşısına alınması üçün axtarılan yollardır. Elə bu tədbirdə olduğumuz, iştirak etdiyimiz tədbirdə də məhz iş yerində diabetlə mübarizə və buna cəhd etmə şüarı altında keçirilir. Elə bu haqda istəyirəm ki, məhz Səhiyyə Nazirliyinin İslahatlar və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə bizə məlumat versin ki, ümumiyyətlə ölkədə diabetlə bağlı vəziyyət necədir və statistika necədir və dünyada diabetlə bağlı nələr baş verir, ümumiyyətlə artım varmı, azalma varmı, həmçində bizim ölkəmizdə. Buyurun Səbinə. Salam. Birincisi siz düz qeyd elədiniz ki, bugün 14 noyabr Dünya Diabet günüdür və biz bugün insanların diqqətini bu xəstəliyə cəlb etmək istəyirik, qeyd eləməklə. İş orasındadır ki, bu idarə olunan xəstəliklər sırasındadır. Qeyri-infeksion xəstəliklərin ən çox yayılan xəstəlikdir və siz düz qeyd elədiniz ki, artım var. Artıq 2015-ci illə 2025-ci ilin rəqəmlərini müqayisə ilə də 2 dəfə artım var. Biz ildə 33 mindən artıq insan yeni xəstələr aşkar olunur və ümumi xəstələrin, dərman alan xəstələrin sayı 420 mindən artıqdır. Bu, o deməkdir ki, bunların hər birisi düzgün, xəstəliyinə düzgün idarə etsə. Çünki bu idarə olunan xəstəlikdir. Fəsadlar olmadan insan həyat keyfiyyətini itirmədən davam edər həyatına, həyat tərzinə və s. Burada əsas məqam fiziki aktivlikdir, düzgün qidalanmadır, sağlam qidalanmadır, qidalanmanın kaloriyalarını, çörək vahidlərini düzgün saymaqdır. Bunların hamısına riayət olunduqda insan fəsadlardan özünü qorumuş olur. Sağlam insanlar isə düzgün qidalanmaqda, fiziki aktiv olanda xəstələnmirlər. Bu xəstəliyə belə deyək, tutulmurlar və ona görə də vacibdir ki, insan həyat tərzinə fikir versin. Qeyri-infeksion xəstəliklərin arasında ən çox yayılan xəstəliklərdən biridir və bunların hər birisi idarə olunan xəstəlikdir. Məsələn, insan fiziki aktivdirsə və gündə 30-45 dəqiqə fiziki aktivliyi ilə məşğuldur. Bu lazım deyil ki, insan idmanla məşğul olsun. Sadəcə piyada gəzsə. İnsanlar nəqliyyatdan istifadə edir, gedir evinə qədər, düz bloka qədər çatırlar. Amma insan bir balaca tez, nə bilim, 1-2 astanovka avtobusda düşəndə tez düşsə və öz evinə piyada getsə belə, bu 15 dəqiqə onun üçün xeyir olar. Ona görə də insan bu xəstəliyi idarə edə bilər. Biz də istərdik ki, insanlar şəkərli diabet xəstələri həm şəkəri nəzarətdə saxlasınlar. Biz İctimai Səhiyyə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzi olaraq həm də ölkədə belə bir tədqiqat aparırıq. Bunu STEPS tədqiqatı deyirlər, qeyri-infeksion xəstəliklərə dair. Və biz bu tədqiqatın bu il sahə işlərini görmüşük və bu işləri, tədqiqatı aparanda nə qədər insanlarda bilməyə, onlar bilmirdi ki, onlarda şəkərli diabet var, aşkar olunubdur. Ona görə də mən hamını öz sağlamlığına riayət etməsini dəvət edirəm. Mən istərdim ki, insanlar mütləq öz sağlamlığına diqqətli olsunlar, sağlam olsunlar, sağlam qidalansınlar, fiziki aktiv olsunlar. Elə Səbinə xanım, siz dediniz ki, bilməyərəkdən də insan bu xəstəliyin daşıyıcısı olur. Elə bəlkə də bu statistikanın nəticəsi də elə budur ki, 2024-cü ildə dünyada 3,4 milyon insan məhz bu xəstəlikdən dünyasını dəyişib. Elə bəlkə də onların içərisində
böyük bir faiz elə bilməyənlər insanlardır və bu da təəssüf ki, dünyada 9 saniyədə bir insanın dünyadan köçməsi deməkdir. Elə Səbinə xanımın da dediyi kimi, məhz bu xəstəliyin qarşısının ilkin olaraq almaq üçün sağlam həyat tərzi, aktiv həyat tərzi məhz vacibdir və önəmlidir. Hələ ki, mənim sizə deyəcəklərim bu tədbirdən bu qədər, söz sizdədir, əsas studiyada. Təşəkkür edirik Vüsalə sizə ətraflı məlumatlara görə. İndi isə hava haqqında bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman